Salam əziz izləyicilər. 28-08-ci ay 2026-cı il. Mən özüm təqdim edeyim. Mən Qurbanov Bəxtiyar Əli Qismətoğlu, Ağdərə rayonunun Məlikli kənd sakini. Bugün atam Qurbanov Əli Qismət Zamanoğlu'nun şəhidlik zirvəsinə yüksəkliyi 34 illik tamam olur. Anım günüdür. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bura Ağdamın Uzundərə şəhidlər xiyabanıdır. Təəssüflər olsun ki 34 ildir ki 8 evladından canım atam ayrılıb. Mənfur ermənilərin Qarabağ müharibəsinə başlayandan mənim atam əlindən bir gündə olsa silahı yerə qoymuyor. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Milli qəhrəman Şirin Mirzəyevin batalyonunda kəşfiyyatçı olub mənim atam. Nəzərinizə çatdırım ki 1992-ci ilin mart ayının 12-sində Ağdərə rayonunun kəndləri işğal olunandan sonra da atam Qurbanov Əli Qismət Zamanoğlu bir gün məcburi köçkün həyatı yaşamayıb. Yəni kəndlərimiz təzədən erməni mənfurlarından azad olunub və bizim Xatınbəyli və Orta Güney kəndin arasında orada şəhidlik zirvəsinə yüksəlib. Yəni 8 evladının heç birinin xeyrin şərini mənim atam görməyib və 8 evladı olmağını nəzərə almayaraq vətən sağ olsun deyərək getdi, canını qurban verdi. Canım sağ qurban olsun. 34 ildir ki zəifsi bana bu sayıyorsun. Her gün seni ben anladım. Sağ kurban olum, ruhuna kurban olum. Mezarını tapmamışıq. Bir şəkili də özümüz bulmuşuq bura. Boş bir yerə ki İnşallah DNT analiz olsun. Görək mezarınızı hardan tapırıq. Canım sağ kurban olsun. Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin. Bura Uzundərə şəhidlər xiyabanıdır. Əziz izləyicilər. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin.